Mənəvi dəyərlərinə təsir edə bilər. İnanın ki, genetikdir. Elə əxlaqsız elə əxlaqsız bir valideyndən elə əxlaqlı dünyaya gəlir, formalaşır, şəxsli formalaşır. Mühür çox önəmlidir. Mühür çox önəmlidir. Mühürün müsbət önəmlidir və mənfi təsiri var. Deyirsiniz, əxlaqı normal olmayan valideyndən əxlaqlı uşaq. Bəli, var eləməkdir. Mən sizə bir söz deyim. Milyonda bir. Təsadüf olaraq var. Uşaq nümunəni kimdən götürür? Nurani xanım, istisna hallarda, bəzi hallarda deyirəm. Elə valideyni əxlaqsız olan, məsəl üçün belə deyək də, yaxşı həyat tərzi keçirməyən, məsələn, valideyndən elə nümunəvi vətəndaş, cəmiyyətə yararlı vətəndaş şəxsi formasyon vaxtlar var. Məsələn, atalar deyib ki, anası gəzən budağı. O bir çox hallarda öz təsdiqini tapa da bilir, tapmaya da bilir. Bir də ki, qanunda, canında olanırsa, harada işləyir, işləsin, təsiri yoxdur. Orada təmiz qalacaq. Yox, mən razı deyiləm. Nəyə görə? Məsəl üçün, mən razı deyiləm ki, mənim Azərbaycana bilirsiniz, son zamanlar çoxlu turistlər gəlir. Biz hansısa diskotekada, disko barda gəlsin, hansısa, fərqi yoxdur, ərəb olsun, fransız olsun, hansısa turistin qabağına pivə qoysun. Orada nə qədər də əxlaqlı qadın çalışsa da bir müddət sonra mütləq onun əxlaqında əxlaqlı qadın getməsini öyrənmiş. Baxın, bəs nəyə görə biz deyirik ki, Məcburiyyətdən gedirlər adamlar. axı siz bayaq paradoksuz, siz dediniz ki, öz xasiyyətinə, xüsusiyyətinə mən razıyam, mən razıyam. Pul qazanmaq lazımdır. Yox, Xeyr, normal qadın Ərəbə gəldiyi siz dediniz ki, başqa şey deyirəm, siz dediniz ki, qadın hər yerdə işləyə bilər. Mən o sualın cavabını verirəm ki, qadın hər yerdə işləyə bilməz. Çünki mühit qadının əxlaqında təsir qoyur. Kişinin də, nəinki qadın. ərəblərin qabağına Bəli, mən də onu deyim. Amma qadın hakim ola bilər. Qadın Təşəkkür xanım, bu dəfə Məhz hörmətli bəzi ekspertlərin səyi nəticəsində bu ölkənin restoranlarına, kafelərinə, şadlıq saraylarına biz də getmək istəmirik. Çünki orada gedirik, hər yerdə yenə də oğlanlar, özdə əllərini yumamış, tələbə uşaqlar gəlir, afsan ki bizə qulluq edirlər. Bizim nə yemək, nə istirahət eləmək həvəsini qoyulur. Niyə gözəl xanımlar restoran əyləncə sistemində gözəl xanımlar bizə qulluq eləməlidir. Kimsə onsuz da əxlaqsızsa, tərbiyəsizdirsə, o əxlaqsızlığı, tərbiyəsizliyi öz evində də eləyir, çöldə də eləyir. Burada bu boyda kişi var, burada bu boyda kişi var. Bu kişilərdən soruşaq görək. Üzr istəyirəm, kişilər, bir dəqiqə xahiş edirəm. Buradakı kişilərin birindən soruşaq görək. Hansı icazə verir xanımın afçar istəməyə? Mən şəxsən icazə vermərəm. Soruşaq, yox siz də, yox, Aydın xan müəllim deyir ki, bizə yaxşı xanımlar qulluq eləməlidir. Niyə? Yaxşı. İndi sual verək. Kim icazə verər xanımının afçar işləməyinə? Niyə?